Ah, bu telefon həyatımızın ən böyük hissəsi, ən çətin hissəsi. Həm bizim, həm övladlarımızın həyatında olan bu telefon. Telefondan asılı olan övladlarımız var, hamımızda var. Bir dəfə də olsun ömrümüzdə əlindəki telefonu yerə qoy, get dərsini oxu dediyimiz, qurduğumuz cümlələrə əks reaksiya verən övladlarımız var. Vermirəm, oxuyacam da ana, 5 dəqiqədə artıq baxım dediyimiz cümlələrə eşidər kimiyik hamımız. Bax, bu telefondan asılı olan övladlarımızdan necə ayıraq? Nə edək ki, həm uşağa travma verməyək, həm də dərslərini oxumağa meylliyini artıraq. İlk olaraq başlanğıc telefonu əlindən almaq yox, zamanlı şəkildə istifadə etməkdir. Hər birimiz bu telefondan istifadə edirik. Hansımızın ki həyatında mənfi təsir olursa, o telefonu həyatımızdan kəsmək lazımdır. Övladımıza limitli sayda vaxt verməliyik. Sən bu telefonu istifadə edəcəksən, amma, bax həmin o amma dərsdən sonra olmalıdır. Hər birimizin asudə vaxtı var. Bu böyüyə də aiddir, kiçik övladlarımıza da aiddir. Asudə vaxtı səmərəli istifadə etmək onların seçimidir. İstər telefondan, istərsə də əlindəki oxuduğu kitabdan. Motivasiya vermək lazımdır, əziz valideynlər. Telefonu əlindən aldıqda onlara əlavə alternativ nə veririk? Telefonu ver, yerinə nə et deyirik? Bir bu sualı düşünsək yaxşı olar.